son 15 ildə İncəsənət Universiteti zənnində parikmaxerlər, şoferlər, taksi şoferləri belə bir fakültələr açıb deyəcəm. Çünki Yaşar Nuriyevdən sonra, o Pakalenidən sonra, Zeyhun Mirzəyevlərdən sonra artıq aktyor gəlmir sənədə. Düppədüz. Bugünkü gün, eşidirsiniz məni? Bəli, Faik bəy, biz sizi dinləyirik, bəli. Bugünkü gün böyük məmnuniyyətlə o komedixanaya baxırıq. Əziyyət çəkirlər, səhnəciklər hazırlayırlar, alqışlayıram onları. Amma səhnəciyin konçovkası, bu kəlməni rus dilində işlədirəm, səhnəciyin konçovkası bəlli olmur, nə oldu, nə ilə bitdi, nə eləmək istəyirlərdi. Baxın, orada oturan bizim o aktyor gənc qardaşımız var. Onu yontalayıb daha gözəl, daha mükəmməl bir aktyor eləmək olar. Keçmişdə Əl-Abbas Qədirov çox gözəl parodisi idi. Elçin Həmidov çox gözəl parodisi idi. Bəli. Arif Quliyev. Arif Quliyev, bəli, Müslüm Ağamayevi, Mirzə Babayevi, bəli, çox gözəl. Çox gözəl. ATV-də bir rəhmətə getdi, bir texnik vardı. O da çox gözəl parodisi idi. Siz nə ilə məşğulsunuz, Faik müəllim? Deyəcəyim. Mən kimlə danışıram? Fərdad soruşur ki, Faik müəllim, peşəviz nədir? 25 ildir tanımadığınız gənc aktyordur danışan siz. Yox, səni tanıyır. Deyir Fərdan daha ucalara deyir. Gör nə deyir? Bir dəqiqə abi. Deyir daha ucalara qaldırmaq olar. Yox, bildim, yox. Yomtalamaq demir, o məndə demir. Bildim, mənim qardaşım. Mən də bilmək istəyirəm də, əgər siz bizlə danışırsınızsa, yomtalamaq falan filan. Bir dəfə 90-cı ildə İncəsənət Universitetini qutarmışam. O vaxt biz qutaranda İncəsənət Universiteti idi. Temboli İncəsənəti qutarmısınız, indi deyirsiniz ki, orada onlar parikmaxırlar falanlar və siz bilmirsiniz ki, efirdə kimlənsə, əgər tarix müəllimi hörmət edirsinizsə birinci, tarix müəllimin qonaqlarına hörmət eləməlisiniz. Yontalamaq nədir, qardaş? Yox, yontalamaq nədir, qardaş? Faik müəllim, səni... Mən şəxsi nömrəmi də verə bilərəm tarix qardaşıma, çıxanda danışaraq. O sənə görə nə deyir? Bildi, mənim yontalamaq vaxtım keçib. Kimin haqqında danışdığımızdan öncə bir əlimizin altında Google var. İstanbulda, yəqin ki, internetiniz var da otelin. Bir dənə oradan girin, baxın ki, 25 ildən sonra yontalamaq olmur, qardaş. Faik mənim orada yaşayır, Fərdə əsəbləşmə. O pis şey demədi. Mən deyəcəyim o nədir, bax bir deyim. 47 yaşında Lüdet Finisi yontalayıb aktyor ediblər, Fransız. O sizin zənnibizsə elə olub da, qardaş. Yenə, mən tənqidə də açığam. Amma biz hər şeydən əvvəl, mənim əzim, şəxsiyyəti, kişiyi, bizim də ailəmiz efirə baxır. Bir dəqiqə dinləyin də, bayaqdan siz danışırız, indi biz danışırıq. Dinləyin də, bir-birinizi dinləyək də, qardaş. Dəlimxan yavuqluq eləmədim ki, sizi dinləmədim. Buyurun. Dinləmirsiniz axı, qardaş. Deyirəm, buyurun, dinləyirəm sizi. Orada oturan...